Araşdırmaçı Anar Tağıyev Mixaylo ləqəbi ilə tanınan əfsanəvi partizan Mehdi Hüseynzadə ilə bağlı maraqlı faktı üzə çıxarıb. Global Info-az xəbər verir ki, o Mixaylonun komandiri olmuş partizan Cavad Həkimli barədə bir xatirəni bölüşüb. Stat: 1942-ci ildə əsir düşən Azərbaycanlı partizan Cavad Həkimli düşərgədə bir həmvətənimizlə tanış olur. Bu Mixaylo, yəni Mehdi Hüseynzadə idi. Onlar bir-birinə əmioğlu deyə müraciət etməyə başlayır. Cavad bəy bir dəfə dedi ki, Mehdi mənə bir sirr açıb, ancaq söz verdim ki, bu barədə heç kimə heç nə deməyəcəm. Sirri özümlə qəbrə aparacam. Təəssüf ki, Cavad Həkimli 2006-cı ildə vəfat etdi və həmin sirri heç kimə açmadı. Statın sonu. Mixaylonun sirrinin nə olduğu bugünə qədər açılmadığı üçün bu barədə yalnız versiyalar irəli sürmək olar. Tarixçi Zaur Əliyev Mehdi Hüseynzadənin gizlədilən ölümü ilə bağlı məqaləsində qeyd edir ki, Mixaylo Məhəmmədəmin Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün qətlə yetirilib. Bu baxımdan Mixaylonun Cavad Həkimliyə açdığı sirrin məhz Rəsulzadənin qətli sifarişi ilə bağlı olduğunu ehtimal etmək olar. Lakin bu da sadəcə bir versiyadır və həqiqət payının nə qədər olduğunu yalnız 2 nəfər, Mehdi Hüseynzadə və Cavad Həkimli bilirdi. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.